Bura paytaxtın ictimai çimərliklərindən biridir. Təqribən 1 kilometrə yaxın ərazidə uşaqdan böyüyə onlarla insan istirahət edir. Bəziləri ilk dəfə gəlsə də, əksəriyyəti artıq bir aydan çoxdur istirahətini Xəzərin mavi sularında, Narın qumunda edir. Bu mövsüm ilk dəfədir gəlirəm. Yəni sizcə tez gəlmisiniz yoxsa vaxtında gəlmisiniz? Vaxtında gəlmişəm. İyundan başlayır da, istidir də, qəşəng də havalar. Bizim mövsüm il boyu açıqdır, ilin 12 ay. Mən qışda da gəlirəm. Oradan deyirsiniz? Bəli, qışda düz çimmək nəzərdə tutmuram. Yəni uşağa görə, dəniz havasına görə, uşağın burada gözəl vaxt keçirmək, çimərlik əyləncə mərkəzlərindənsə belə təmiz havaya üstünlük verim. Yəni bütün qış boyu gəlirik. Amma bəziləri elə zənn edirlər ki, hələ dəniz mövsümü deyil. Biraz küləkdir, biraz fikirləşirəm ki, biraz tez gəlmişik. Növbəti həftələrdə məncə hava daha gözəl olur. Gedirik artıq, küləyə biraz çoxalıb deyə getmək istəyirik. Gedənlər təbii ki, yenə gələcək. Bu isə o deməkdir ki, çimərliklərə üst tutanların sayı hər ötən gün artacaq. Maraqlıdır, bəs onların təhlükəsizliyi? Bu məsələ ilə Fövqəladə Hallar Nazirliyinin kiçik həcmli gəmilərə nəzarət və sularda xilas etmə dövlət xidmətinin əməkdaşları məşğul olur. Artıq onlar mayın 15-dən gücləndirilmiş rejimə keçiblər. Sahil boyu hər qarış nöqtə xilas edicilərin nəzarətindədir. 100 metr məsafəyə çıxış verin. Bizə vətəndaş geri qaytarın. Vətəndaş, üzün qırağa, çox dərdə gəlmişsiniz. Suyun bəlli bir nöqtələrində qoyulan bu sarı şarlar ondan xəbər verir ki, məhz bu nöqtədən dərinliyə doğru keçəndə hər an batma, yəni boğulma hadisəsi baş verə bilər. Məhz bu hadisələr yaşanmasın deyə, baş verməsin deyə Fövqəladə Hallar Nazirliyinin xilas ediciləri quruda olduğu kimi suda da ciddi nəzarəti həyata keçirirlər. Xidmətimizin nəzarət etdiyi çimərlik ərazilərində, o cümlədən İdeya İctimai Birliyinin təşəbbüsü ilə yaradılmış çimərliklərdə xidmətimizin dalğıcıları tərəfindən sualtı akvatoriyanın təmizliyi baş tutmuşdur. İnsan həyatına təhlükə yarada biləcək yad cisimlər sudan təmizlənərək vətəndaşların təhlükəsiz şəkildə istirahət edə biləcəyi vəziyyətə gətirilmişdir və üzmə sərhədlərini müəyyən edən 1 metr 75 sm dərinliyində məhdudlaşdırıcı nişanlar quraşdırılmışdır. Əlavə olaraq çimərliklərin girişlərində məlumatverici lövhələr yerləşdirilmişdir. Bütün bunlara baxmayaraq həyatını riskə atan insanlar var. Özü də sayları az deyil. Sahil qəsəbəsində, Qaradağ rayonu sahil qəsəbəsində ərazisində bir nəfər boğulma təhlükəsi ilə üz-üzə qalan vətəndaşımız bizim xilasedicilər tərəfindən xilas edilmişdir. Ümumiyyətlə, yəni yanvar ayının 1-dən bu günədək 9 nəfər sularda boğulma təhlükəsi ilə üz-üzə qalan vətəndaşımız bizim xilasedici və dalğıcılarımız tərəfindən xilas edilmişdir. Təhlükə təkcə qadağan olunan ərazilərdə deyil, həmçinin qızmar günəş altında dayanmaq, küləkli havada spirtli içkilərin təsiri altında suya daxil olmaq da insan həyatına son qoya bilir. Bəs buna görə də istirahət məqsədi ilə Xəzərə üst tutanda xilasedicilərin tələblərinə düzgün əməl edilməlidir. Gündüz Vaqifoğlu, Fariz Quliyev, İTV Xəbər.